Əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. Aprel və may aylarında Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq ibtidai sertifikasiyada iştirak edəcək müəllimlərə Azərbaycan dilindən qəbul tipli sualın izahını təqdim edirəm. Sual belədir. Gələndə feili sifəti, gələndə feili bağlamasından fərqli olaraq nöqtələrin yerinə elə bir söz, cümlə yazmalıyıq ki, uyğunluq gözlənilsin. Biz bilirik ki, gələndə sözünü işlənmə məqamından asılı olaraq cümlə daxilində feili sifət kimi də işlədərik, feili bağlama kimi də işlədə bilərik. Necə? Deyirəm, gələndə fərqli kitablar var idi. Yəni, gələn adamda kimisə göstərirəm, deyirəm, gələndə fərqli kitablar var idi. Gələn adamda bu zaman gəl olacaq sözün kökü ən feili sifətin şəkilsidir. Qrammatik şəkilçi, də isə ismə məxsus qrammatik şəkilçidir, yəni yerli halın şəkilsidir. Bunun təhlili belə oldu. Bu nəyin təhlili idi? Feili sifətin təhlili idi. Və sualı da kimdə sual olacaq? Gələndə, kimdə? Bir də gələndə, nə vaxt, nə zaman? Bu zaman feili bağlama olacaq. Feili bağlama olarkən gəl sözün köküdür, əndə isə feili bağlamaya məxsus qrammatik şəkilçidir, parçalamaq olmaz. Bu da nə olacaq? Olacaq feili bağlama. Əgər desəm ki, gələndə maraqlı kitablar var idi, gələn adamda. Bu zaman gəl sözün köküdür, ən feili sifətin qrammatik şəkilsidir, də yerli halın şəkilsidir. Bunun sualı olacaq kimdə? Gələndə. Bir də deyirəm, gələndə mənə zəng et. Nə vaxt, nə zaman? Nə vaxt, nə zaman sualına cavab verəndə olur feili bağlama. İndi mənə deyir ki, gələndə feili sifəti, gələndə feili bağlamasına fərqli olaraq biz bunların fərqli xüsusiyyətini tapmalıyıq. Cümlənin xəbəri ola bilməz. Niyə ki? Baxın, desəydi feili bağlama, bəli, feili bağlama xəbər ola bilmir. Feili bağlama yalnız və yalnız cümlə üzvü kimi zərflik olur. Amma feili sifət xəbər ola bilər. Kitab gələndədir, yəni gələn adamdadır, kimdədir? Deyir ki, cümlənin xəbəri ola bilməz, xeyr. Gələndə cümlənin xəbəri ola bilər. Kitab gələndədir. Feili sifət olarsa cümlənin xəbəri olar. Feili bağlama olanda olmur. Amma feili sifət olanda xəbər olur. A gedir. Cümlədə tərkib əmələ gətirə bilər. Bu ikisinin də ortaq xüsusiyyətidir. Məsdər də feili bağlamada, feili sifətdə tərkib əmələ gətirə bilir. Cümlədə tərkib əmələ gətirə bilər, ortaq xüsusiyyətidir. Məndən fərqli xüsusiyyəti soruşur. B də gedir. Şəxsi və kəmiyyətə görə dəyişə bilmir. Biz bilirik ki, feilin təsriflənməyən formaları, məsdər, feili bağlama, feili sifət, şəxsi və kəmiyyətə görə dəyişə bilmir. Bu da bunun ortaq xüsusiyyətidir, ikisinin də. İkinci dərəcəli cümlə üzvü ola bilir. Bu da bunun ortaq xüsusiyyətidir. Gələndə kimdə? Oldu. Tamamlıq. Evə gələndə mənə zəng et. Nə vaxt, nə zaman? Nə oldu? Oldu. Zərflik və yaxud gələndə mənə zəng et. Yəni, feili sifətdə, feili bağlamada ikinci dərəcəli cümlə üzvü ola bilir. Bu da ortaq xüsusiyyətidir. Məndən fərqli xüsusiyyətini soruşur. Cavab olur D variantı. İsmin xüsusiyyətlərini daşıyır, bəli. Gələndə feili sifətinin üzərində nə var? İsmə məxsus qrammatik şəkilçi var. Baxın, oxla göstərirəm, yerli hal şəkilsi. Kimdə? Gələndə. Amma gələndə feili bağlamasında ismə məxsus heç bir qrammatik şəkilçi yoxdur və qəbul edə bilmir. Yəni, gələndə feili sifəti, gələndə feili bağlamasından fərqli olaraq ismin xüsusiyyətlərini daşıyır. Düzgün cavabımız olur D variantı. Desəz ki, çətin sualdır, xeyr, heç də çətin sual deyil. Əgər siz bilsəniz ki, gələndə sözü iki formada işlənir, həm feili sifət, həm feili bağlama kimi, hansı ki, mən hər dəfə söz yaradıcılığı bölməsini ibtidai sinif müəllimlərinə ödənişli dərslərdə tədris edərkən bunu dəfələrlə vurğulayıram ki, bu söz iki formada təhlil oluna bilir. Yəni, qısası çətin sual deyil. Sadəcə olaraq biz gələndə sözünü həm feili sifət, həm də feili bağlama kimi işləndiyini bilsək, sualı rahatlıqla yaza bilərik. İzahımız bu qədər. Sağ olun.